Salam, mən Əhməd Əhmədov, IT Brains Akademiyada C# təlimçisi olaraq fəaliyyət göstərirəm. Bu günləri sizinlə bərabər C# qısa bir giriş edəcəyik. İlk öncə sizə C#-ın nə olduğunu demək istəyirəm. C# Microsoft tərəfindən yaradılmış bir proqramlaşdırma dilidir. Və beləliklə gəlin kod hissəmizə keçək. İlk öncə Visual Studio'muzu açırıq və bir konsol proyekti yaradırıq. Bundan sonra bizə məlumatlarımızı saxlamaq üçün lazım olan data tiplər lazımdır. Hansı ki biz onlarda informasiyalarımızı saxlayacağıq və bu müxtəlif tiplərdə ola bilər. Gəlirəm. Burada iki tərsləş qoyuram. Bu artıq buranın komment olduğunu bildirir və artıq biz proyekti işə salan zaman buranın icra olunmayacağını görəcəyik. Gəlin ilk data tipimizi öyrənək. Bu byte tipidir. Hansı ki gəlirik byte tipini yazırıq. Burada dəyişkən adı veririk. Misal üçün A dəyişkən adını veririk və bunu bərabərləşdiririk bir rəqəmə. İndi isə gəlin dəyişkənləri necə təyin edirlər onu öyrənək. İlk öncə hansı tipdə yaradacağıqsa o tipi yaradırıq. Yəni burada data type'ımız olur ilk öncə. Sonra data type'ımıza verəcəyimiz ad, yəni variable ad olmalıdır və onu bir dəyərə bərabər etməliyik, yəni bir value-yə bərabər etməliyik. İndi gəlirik neyinirik? Byte tipi bizə sırf rəqəmləri saxlamaq üçün lazım olan bir data tipdir. Bundan başqa bizim üçün var S-byte. Burada isə B bərabərdir, gəlin 6 yazaq. Yaxşı, bəs byte və S-byte'ın bir-birlərindən fərqi nədən ibarətdir? Byte həm mənfi, daha doğrusu byte yalnız müsbət rəqəmləri alır. S-byte isə həm mənfi, həm də müsbət rəqəmləri alır və bu aralıq mənfi 127-dən müsbət 128-ə qədərdir. Və bunun RAM-da tutduğu yer isə 1 byte-dır. İndi isə bundan sonra gəlirik short. Shortda C adını verək və bunu bərabərləşdirək 6-ya. Bu isə daha böyük bir aralıq alır. Təqribən mənfi bizə dəqiqə gəlin baxaq. Təqribən mənfi 32.000-dən, yəni bu aralıqda müsbət 32.000 aralığı alır. Və U short var. Burada isə gəlirik dəyişkənimizə ad veririk. Burada isə aralığımız ancaq müsbət ədədlərini. Yəni mən bura əgər mənfi bir dəyər yazsam, mənə error qaytaracaq. Əslində bu errorun üzərinə gəlsəm, aşağı hissədə constant value mənfi 9 cannot be converted to a U short. Gəlirəm, hətta aşağı hissəmizi biraz açırıq və burada da qeyd olunur ki, sən burada yazdığın kodu, bəli. Götürür. Ataş 1 2 3 götürür. Deməli, burada mənfi ədədlər ala bilməz. Ona görə də yalnız müsbət ədədlər almalıdır və bunu ala biləcəyi aralığı isə 0-dan təxmini 64.000-ə qədər gedir. Yəni burada da hətta minliklərini də qeyd edək. Burada isə 0-dan 127-yə qədər. Burada eyni şəkildə 1 byte-lıq yer tutur. U short isə 2 byte-lıq yer tutur. Gəlirik bundan biraz daha böyük və ən belə deyək də çox istifadə olunan data tip, dəyər tipli daha doğrusu data tip. Gəlirik indi burada buna Y dəyişkən adını verirəm və bura 5 ədədini verirəm. Deməli, int və yaxud da integer daha böyük bir rəqəmlər aralığı alır. Hansı ki bu dəyərlər təqribən 2 milyard, mənfi 2 milyard, hətta mənfi 2 milyardla müsbət 2 milyard arasında dəyişir. Aldığı RAM-da tutduğu yer 4 byte-dır. Bundan sonra uint dəyərimiz F-dir. 10 yazırıq. Burada isə yalnız müsbət ədədlər alır. Bu da təqribən 4 milyardlıq, yəni yalnız müsbət əlbəttə ki 0-dan 4 milyarda qədər ədəd aralığında dəyişir. Bu da olduğu kimi 4 byte-lıq yer tutur. Bundan biraz daha böyüyü əlbəttə ki longdur.
dəyişkənimizə ad verək. Bunu bərabərləşdirək 11-ə. Bu isə daha böyük rəqəmlər alır. Hətta belə deyək də, orasını belə saya bilmirik. 9 trilyonlar falan bu şəkildə. Hətta bu mənfi rəqəmlər arasında və müsbət bu qədər. Ulong isə H deyək buna. Bunu bərabərləşdirək 12-yə. Ulong isə daha da böyük rəqəmlər arasında dəyişir. Artıq 0-dan 18 milyard falan bu şəkildə daha da böyük rəqəmlər arasında dəyişir. Biz hal-hazırda tam ədədlər üzərində işlədik və tam ədədlərlə hansı data tipləri bərabərləşdirə bilərik, onu öyrəndik. Bundan başqa bizim üçün kəsr rəqəmləri də vacibdir. Misal üçün, integer x deyək, bunu bərabərləşdirək 13.5-ə. Biz bunu bərabərləşdirə bilmirik. Çünki integer yalnız tam ədədləri alır. Aha, gəlirəm. Float dəyərinə baxırıq. Float i deyək. Bunu bərabərləşdirirəm 13.5-ə. Biz əgər kəsr ədədlərini işləyiriksə, bizə verilmiş dəyəri, misal kəsr dəyərini floata bərabərləşdirən zaman dəyərin sonuna f suffiksini, böyük və kiçik fərqi yoxdur, f suffiksini əlavə eləməliyik. Burada da qeyd eləyək ki, 8 baytlıq yer tutur. Aha, f suffiksini əlavə eləməliyik. Bundan biraz daha böyüyü double'dır, double j olaraq qeyd eləyək. Burada isə heç bir şey yazmasaq da olar. Əslində d yazı da bilərik, yazmaya da bilərik, çox da belə bir fərqimiz yoxdur. Bundan isə biraz da böyüyü desimaldan k qeyd eləyək. 742.63. Aha, burada isə ən sonda böyük və kiçik n suffiksini əlavə eləməliyik. Və indiyənə qədər biz bu data tipləri yaratdıq. Bəs yaxşı, biz bunları harda çağıracağıq və harda görəcəyik? Gəlirəm. Yazdığımız məlumatları ekranda görmək istəyiriksə əgər, nəticəmizi ekranda görmək istəyiriksə əgər, biz konsol klassından istifadə edəcək. Console.writeLine və bunun içərisində istədiyimiz variable'ın adını qeyd edirik. Misal üçün, gəlin burada A-nı qeyd edək. A-nı qeyd edirik və proyektimizi gəlirik, run edirik. Və proyektimiz ayağa qalxır. Aha, və biz nəyə görürük? Biz yalnız 125 dəyərini görürük və burada qeyd edilmiş kommentləri isə heç biri bizim konsol ekranımızda görsənmir. Kommentlər yalnız developerın görə biləcəyi, belə deyək də, anlaşmaq üçün, yəni özünün yadından çıxmır. Bu nətər izah deyə bilər? Kommentlər açıqlamaq üçün, kommentlər isə bir kodun açıqlaması üçün yazılmış, belə deyək də, bir key kodlardır, bir hissədir. İndi, yaxşı, biz dəyərlərlə işlədik, dəyər tipli dəyişkənlərlə işlədik və bundan sonra, bəs yaxşı, mən mətin qeyd eləmək istəsəm, mən başqa bir tiplərdə qeyd eləmək istəsəm, onda necə olacaq? Gəlin, davam edək. Bundan başqa bizdə var boolean tipi, bool. Hansı ki, gəlirəm bura. Bu iki dəyər ala bilər. True və yaxud da ki, false deyək. Burada qeyd edeyim, digər ala biləcək dəyəri. False. Bu isə yəni nəticəmiz ya doğrudur, ya da yanlışdır. Ya sıfırdır, ya da birdir kimi işləyir. Burada karakter, yəni char data tipimiz də var. Gəlirəm. Bu isə tək dırnağın içində tək simvol olaraq qeyd olunur. Yəni, mən yalnız burada tək simvol yaza bilərəm. Bundan əlavə, indi gəlin, biz indi dəyər tipli data tiplərlə tanış olduq. Gəlin, indi referans tipli data tiplərlə tanış olaq. Bunlardan stringdir əsas. Stringdən bunu S qeyd edərək. Misal üçün, gəlirəm, salam, necəsiz? Bunu qeyd edirik. Və kodumuzun sətrin hər birinin sonunda nöqtə vergülümüzü qeyd edirik və konsolda S yazırıq və proyektimizi yenidən icra edirik. Aha, salam, necəsiz? Nəticəmizi görürük. String tipləri cüt dırnağın içində yazılır və istədiyimiz qədər söz yaza bilərik. Və ən sonda konsolda biz nəticəmizi çağıraraq, aha, burada yazdığımız dəyərimizi, yazımızı konsol ekranımızda görürük. Deməli, gənclər, bu günlər sizinlə C# qısa olaraq data tiplər haqqında məlumatlandıq.
Bu günləri sizinlə C# qısa bir giriş etdik. Bu günlük bu qədər. Gəlin görüşlərə qədər.